Biz ümumiyyətlə müəyyən bir keyfiyyəti həmişə qorumağa çalışırıq. Soruşsanız ki, məsələn, pasiyent baxmaq, əməliyyat eləməkmi daha çətindir, yoxsa bir xidməti stabil, eyni keyfiyyətdə və yüksələn trenddə keyfiyyətdə verməkmi daha çətindir? Həqiqətən də onu keyfiyyətli şəkildə suna bilmək daha çətindir. Hər həftənin başında və sonunda bizim ekiplə, komanda ilə toplantımız olur. Nəyi daha yaxşı edə bilərik deyə. Buna kalite kontrolu, yəni keyfiyyətə nəzarət toplantısı deyirik biz buna. Və belə başa düşürəm ki, bunu edən tək mərkəz bizik. Yəni qısacası sizdən gələn məlumatlar, sizdən gələn bilgilər bizim üçün önəmlidir. Biz onları önəmsiyirik. Yəni işə başlayanda da 5 dənə işçim var idi. 5 yoldaşla sizə xidmət eləyirdik. Xəstə sayımız 3 idi. Gündə 3 xəstəyə baxırdıq. Məni çox qınayırdılar ki, bəs xəstə sayısından çox işçiniz var deyirdilər. Amma yaxşı mənada elin gözü həmişə tərəzidir. Yəni hamının etməsi gerəkən iş fərqlidir. Bu iş bölümünü elədiyiniz müddətcə də vətəndaşlar dəyərləndirir, düzgün qərar verirlər və artıq o 3 sayısı neçə olubdur, gələnlər görürlər burada. Biz amma 3 xəstəyə necə xidmət edirdiksə, bugün baxdığımız, nəsə rəqəm deməyim, pasiyent sayına da o xidməti verməyə çalışırıq.